Salam əziz riyaziyyat sevərlər, bugün sizlərlə bərabər çoxlular nəzəriyyəsinə nəzər yetirəcəyik. Çoxlular nəzəriyyəsini bizim ilk dərsimiz olacaq. Bunun səbəbi riyaziyyatın təməlinin çoxlular nəzəriyyəsi olmasıdır. Bizim üçün çoxlular nəzəriyyəsi çox vacib və çox maraqlı bir mövzudur. İlk dəfə bu nəzəriyyəni formalaşdıran Georg Cantor olmuşdur və sonradan digər elm adamları da, məsələn Bernstein kimi öz töhfələrini vermiş və bu sahəni genişləndirmişdir. Biz xüsusilə bugün çoxların birləşməsi, çoxların kəsişməsi, çoxların fərqi, çoxların simmetrik fərqi, həmçinin çoxluq nədir, çoxluğun elementi nədir kimi xüsusi mövzulara nəzər yetirəcəyik, yəni toxunacaq. İlk olaraq çoxluq nədir? Biz hər hansı bir obyektlər toplusuna, obyektlər küllüsünə çoxluq deyirik. Məsələn, Gürcüstandakı universitetlər çoxluğu. Gürcüstandakı universitetlər çoxluğunun elementləri isə Gürcüstandakı universitetlərdir. Yəni, aydındır ki, bu asan görünən bir şeydir. Məsələn, İlya Universiteti, Texniki Universiteti, Tiflis Dövlət Universiteti bu çoxluğun elementləridir. Çoxlular böyük latin hərfləri ilə, məsələn, A, B, C kimi işarə olunur. Çoxluğun elementləri isə kiçik latin hərfləri ilə, məsələn, A, B, C kimi işarə olunur. Onu da qeyd edək ki, hər hansı bir elementə sahib olmayan çoxluğa biz boş çoxluq deyirik və boş çoxluğu belə işarə edirik. Belə işarə edirik. İndi gəlin 2 ədəd, əvvəla çoxluqların ya da çoxluq yazaq, ondan sonra bunun üzərindən başlayaq. 2 ədəd çoxluq yazıram. A çoxluğu bərabərdir. A çoxluğun elementləridir 1, 2, 3, 4 və figurlu mötərizənin içərisində 4. Və B çoxluğu yazaq. B çoxluğuna aiddir 1, 2, 7, 8, 4. Deyək ki, bizə 2 ədəd çoxluq verilmişdir. Onu qeyd edeyim ki, çoxlular nəzəriyyəsində çoxluları yazarkən bir elementdən 2 dəfə yazmaq olmaz. Yəni, məsələn, C çoxluğu olsun bir ədəd. 1, 1, 3, 7 olsun. Bu düzgün yazılış hesab olunmur. Yəni, buna diqqət yetirin. Hər hansı bir elementdən 2 ədəd yazmaq, yəni boş hesab olunur. Niyə? Çünki bu bir elementi bütün birləri yəni öz içərisində birləşdirir. Ona görə də bunun düzgün yazılışı belə olmalıdır. Yəni yazılış zamanı xüsusi diqqət yetirin ki, bir ədəddən 2 dəfə, 3 dəfə və s. yazmayasınız. Yazmayasınız. İndi çoxluların alt çoxluğu anlayışını verək. Alt çoxluq elə çoxluğa deyilir ki, məsələn, A çoxluğu olsun, bir ədəd də B çoxluğu olsun. Əgər A çoxluğunun bütün elementləri B çoxluğuna da daxildirsə, bu zaman A çoxluğu B çoxluğunun alt çoxluğu adlanır. Məsələn, burada yenidən bir C çoxluğu yazaq. C çoxluğu olsun 1, 2, 3. Gördüyünüz kimi C çoxluğu A çoxluğunun alt çoxluğudur. Çünki həm 1, həm 2, həm 3 A çoxluğunda öz yerini tutmuşdur. Ancaq əgər bu çoxluq belə olsaydı, bir ədəd belə alt çoxluğuna daxil olmasaydı, biz C çoxluğu A çoxluğunun alt çoxluğudur deyə bilmərik. C çoxluğu A çoxluğunun alt çoxluğudur ifadəsi riyazi olaraq belə yazılır. Buna biz alt çoxluq işarəsi deyirik və C A-nın alt çoxluğudur kimi oxunur. C çoxluğu A çoxluğu bizim misalımızdakı kimi deyilsə, belə yazılır. Yəni C A-nın alt çoxluğu deyildir. Onu da qeyd edək ki, boş çoxluq hər hansı bir çoxluğun alt çoxluğudur. Yəni fərqi yoxdur. Bütün çoxluqların alt çoxluğudur boş çoxluq. Bunu özümüz əks fərziyyə metodu ilə də isbat edə bilərik. Məsələn, deyək ki, ilk olaraq əksini fərz edək. Deyək ki, boş çoxluq hər hansı bir çoxluğun alt çoxluğu deyildir. Bunun üçün boş çoxluqda elə bir element olmalıdır ki, bizim nəzərə tutduğumuz çoxluğun içərisində mövcud olsun. Məsələn, belə deyək, boş çoxluqda elə bir çoxluq olmalıdır ki, elə bir element olmalıdır ki, daha doğrusu, A çoxluğuna daxil olsun. Ancaq biz demişdik ki, boş çoxluq boşdur, yəni içərisində hər hansı bir elementi yoxdur.
Bu da o deməkdir ki, belə bir şey mümkündür. Yəni bizim əks fərziyyəmiz düzgün deyil. Buna görə də buradan da isbat olunur ki, boş çoxluq bütün elementlərin, yəni bütün çoxluqların alt çoxluğudur. Bəli. Onu da qeyd edək ki, hər bir çoxluq özünün alt çoxluğudur. Məsələn, A çoxluğu A-nın alt çoxluğudur. A-nın alt çoxluğudur. A-nın alt çoxluğudur. Çoxluqların elementlərinin sayı çoxluğun gücü adlanır. Və çoxluğun gücü n həmin çoxluğun işarəsi. Məsələn, burada A çoxluğunu yazacağıq. A çoxluğunun gücü belə yazılır. Bərabərdir. Burada 5 elementimiz olduğuna görə 5 yazırıq. Ha, onu da qeyd edeyim ki, eyni elementdən 2 dəfə yazmaq olmaz. Ancaq fiqurlu mötərizə içərisində yazılan elementlər özü bir fiqurlu mötərizənin özü bir çoxluq yaratdığından fərqli bir element hesab olunur. Yəni burada bu yazılış düzgün yazılış hesab olunur. Çünki 4 və bu 4 fərqli elementlərdir, fərqli ifadələrdir. Bunu da yadınızda saxlayın, yəni. Bunu da yadınızda saxlayın. Çoxluqların alt çoxluqların sayı, bütün alt çoxluqların sayı 2n düsturu ilə hesablanır. Burada n çoxluğun gücüdür. Yəni çoxluğundakı elementlərin sayıdır. Məsələn, A çoxluğunun alt çoxluqlarının sayı 2 üstü 5'dir. Mesela 3 elementli yazaq, daha kısa olsun. Sonra alt çoxlarını özümüz sayaq. Mesela deyək ki, bir C çoxluğu verilmişdir. C çoxluğu olsun A, B, C. Bu çoxluğun alt çoxluqlarının sayı 2 üstü n-dən bərabər 2 üstü 3 olar. O da bərabər olar 8'ə. Deməli, bu elementin 8 dənə alt çoxluğu vardır. Mesela bu çoxluqları indi yazaq. C çoxluğunun ilk olaraq bir yazaq. Alt çoxluğu A. Hər bir element tək-tək yazaq. İlk olaraq B, C, ondan sonra A, E, ondan sonra A, C, ondan sonra B, C. Bu çoxluğun alt çoxluqlardır. Həmçinin 2 dənə çoxluq qaldı gördüyünüz kimi. Bunlar da bir boş çoxluq, biri də bu çoxluğun özüdür. Hayır, çox işarəsi bundan işarə olunur. Başlayayım. Yəni bir də A, B, C. Aha. Bunlar bu çoxluğun bütün mümkün alt çoxluqlardır. Sayaq görək 8 ədədim oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli. Hamısını tapdıq. Hamısını yazıq dəqiq olsun. Onu da qeyd edək ki, əgər iki çoxluq bir-birinin alt çoxluğudursa, yəni məsələn, deyək ki, A çoxluğu B-nin alt çoxluğudur. Burada elə deyək, mən sadəcə nümunə olaraq yazıram. B də A-nın alt çoxluğudur. Bu zaman A və B çoxluqları bir-birlərinə bərabər çoxluqlar deyilir. Həmçinin onu da qeyd edək ki, elementlərinin yazılış fərqi, yəni düzülüşünə görə fərqlənən çoxluqlar da bərabər çoxluqlardır. Məsələn, 2 və 2, 1. Məsələn, gördüyünüz kimi bunların elementlərinin yerləri fərqlidir, ancaq bunlar bərabər çoxluqlar. Yəni sadəcə yazılışına görə fərqlənirlər. Bu da maraqlı bir məlumatdır. İndi Venn diaqramlarına keçək. Venn diaqramlarını anlayıb qavradıqdan sonra artıq çoxların birləşməsi, kəsişməsinə keçdikdə daha asan başa düşülər olacaq bu əməllər. Ona görə də Venn diaqramlarının ilk öncə nə olduğuna baxaq. Venn diaqramlarını John Venn ilk dəfə formalaşdırmışdır, kəşf etmişdir. Venn diaqramları adətən çoxluqlar hər hansı bir fiqurla göstərilir. Və sonra isə bunun üzərində əməllər yazılır. Məsələn, kəsişməsi, birləşməsi. İndi yazacağım, görəcəksiniz. Asandır. Məsələn, adətən dairə ilə çox göstərilir çoxluqlar. Mən ona görə dairə ilə yazacağım. Məsələn, burada deyək ki, A çoxluğu və B çoxluğu var. A çoxluğu və B çoxluğu var. A çoxluğu olsun
ingilisə gedən tələbələrin sayı ingilis. B də olsun riyaziyyat. B də olsun riyaziyyat qrupasına gedən tələbələrin sayı. Bu zaman biz nə tər yazırıq? Həm ingilisə, həm riyaziyyata gedən uşaqlar onların kəsişməsində yazılır. Yəni orta hissəsində yazılır uşaqların sayı. Yalnız ingilisə gedən uşaqların sayı A-nın içərisində, yalnız B-yə gedən, yəni riyaziyyata gedən uşaqların sayı isə burada qeyd olunur. Məsələn, deyək ki, 20 dənə şagirdimiz var. 20 şagirddən 10 ədədi ingilisə gedir, 13 ədədi isə riyaziyyata gedir. İngilisə gedir. Gördüyünüz kimi burada 23 tələbə oldu. 23 tələbə əlbəttə ki 20-dən çox ola bilməz. Buna görə də, çünki biz 20-yi qarşısına şərt qoyduq. Bu o deməkdir ki, 3 tələbə həm 3 tələbə, baxaq, 3 tələbədirmi? 3 tələbə olduqda 3 tələbə həm riyaziyyata, həm ingilisə gedir. 10 tələbə yalnız riyaziyyata gedir, 7 tələbə yalnız ingilisə gedir, 3 tələbə isə hər iki qrupaya gedir. Bu ifadəni belə yazırıq. Yəni, bu elə qanıram, çətin bir şey deyil. Yəni, elə qanıram ki, qavradıq. İndi gəlin çoxların birləşməsi əməlinə baxaq. Çoxların birləşməsi bəzən çoxların cəmi də deyilir. Bunu çoxlar üzərindəki əməllərin xassələri nəzər yetirdikdə özümüz də görəcəyik. Çoxların birləşməsi elə çoxluğa deyilir ki, həm A-ya daxil olan elementlər, həm də B-yə daxil olan elementlər çoxların birləşməsinə daxil olur. Yəni, məsələ A ilə B-nin birləşməsi belə yazılır. A birləşsin B. Bu birləşmə simvoludur, bərabərdir. Həm A-ya, həm B-yə daxil olan elementləri bunun içərisində yazırıq. 1, 2, 3, 4, 4, 7 və 8. A və B-nin birləşməsi bunu verir. Bu Venn diaqramları ilə nə deməkdir? İndi ona baxaq. 2 ədəd diaqram çəkək. Gördüyünüz kimi bu olsun A və olsun B çoxluğu. Burada bütün bu diaqramın tutduğu sahə, yəni bütün ştrixlənmiş hissə A və B-nin birləşməsini verir. Yəni, həm A-ya daxildir, həm B-yə daxildir. Bu deməkdir ki, ikisi də birlikdə yaradılan çoxluqdur. Yəni, bir dənə müvafiq çoxluq A birləşsin, B-yə bərabərdir bu. İndi isə A ilə B-nin kəsişməsinə nəzər yetirək. A ilə B-nin kəsişməsi isə elə çoxluğa deyilir ki, həm A-da olsun, həm də B-də olsun, hər ikisini də eyni anda olsun. Yəni, ayrı-ayrılıqda olmasın. A ilə B-nin kəsişmə simvolu ilə göstərilir. Kəsişmə simvolu belə yazılır, ucları aşağı U hərfi kimi. Və A ilə B-nin kəsişməsi bizdə 1, 2 və 4 elementləridir. Bu ifadə isə Venn diaqramlarında belə göstərilir. Bu ştrixlənmiş hissə bizim A ilə B-nin kəsişməsini verir. Çünki həm A-ya daxildir, həm də B-yə daxildir. Bunu da belə yazaq. Həm A-ya daxildir, həm B-yə daxildir. İndi isə çoxluqların fərqi anlayışını verək. Çoxluqların fərqi. İndi isə gəlin A ilə B çoxluğunun fərqinə nəzər yetirək. A ilə B-nin fərqi bu işarə ilə işarə olunur. Və bu o deməkdir ki, A-dakı elementlərdən B-də olan elementləri çıxırıq. Yəni, onları yazmırıq. Məsələn, bizdə A ilə B-nin fərqi belə yazılır. 1 çıxır, 2 çıxırıq, 4'ü çıxırıq. 4. Bu bizim A ilə B-nin fərqi oldu. Həmçinin bu ifadəyə B-nin A-ya tamamlayıcısı da deyilir. Yəni, bunu da yanınızda saxlayın. Belə bir ad da verilir bəzən. İki çoxluğun fərqini Venn diaqramları ilə göstərək.
A çıxılsın B fərqi A çoxlu olsun, bu B çoxlu olsun. A'dan B'ni çıxırıq. Yəni bu ştrixlənmiş hissə bizim cavabımız olur. İndi simetrik fərqə baxaq. A çıxılsın B birləşsin. A, B çıxılsın A çoxluğuna biz A ilə B çoxluğunun simetrik fərqi deyirik. Simetrik fərqi kiçik üstuzaq işarəsi ilə işarə edirik və burada simetrik fərqi əgər tapsaq, belə yazarıq. Simetrik fərqi tapsaq, belə yazarıq. Deməli, o da bərabərdir. Əvvəlcə A-dan B-ni çıxaq. A çıxaq B bərabərdir. Deməli, A-dan B-yi çıxdıqda olur 3 və 4 elementləri. Ondan sonra B-dən A-nı çıxaq. A-nı çıxaq. Bu zaman olur 7 və 8. Deməli, A ilə B-nin simetrik fərqi 3, 4, 7 və 8 elementlərdən ibarət olan çoxluqdur. Bəs bu nə deməkdir? Venn diaqramları ilə göstərsək, bu deməkdir ki, A-dan B-ni çıxırıq, B-dən də A-nı çıxırıq. O zaman A çoxluğu, B çoxluğu. Bu çoxluq, yəni bu diaqram bizim A ilə B-nin simetrik fərqi olur. Bu dərsi burada yekunlaşdıraq. Gələn dərsdə A ilə B-nin Descartes hasili, bundan sonra Cantor-Bernstein teoremi, De Morgan qanunları kimi anlayışlara toxunacaq. Sağ olun. Gələn görüşlərə gələk.